Bir daha salamlayırıq. İlk öncə başımızın tacı olan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə Allah şəfa, veteranlarımıza can sağlığı versin. Biz hər zaman şəhid ailələrində olduğu kimi bu gün də xeyirxah işlərlə də məşğuluq. Təmənnasız hər zaman qulluqlarda yox. Çünki Allah xatir işlər görürük. Bu gün də gördüyümüz işləri, hər etdiyimiz işləri Allahımıza yadımıza salaraq və Allahımızdan qorxaraq etdiyimiz yığılan pullar, məbləğlər hər zamandakı kimi Allaha xatir yığılan pulları vasitəsizlik edərək ünvana çatdırıq. Bu gün də elə bir ailədən də biri bizə zəng oldu. Elmas qardaşımız tərəfindən sağ olsun Elmasa təşəkkürümüzü bildiririk ki, o da elə işlər görəndə, yəni ürəyi dözmür, vicdanı yol vermir, zəng edir, vasitəsizlik edən insanları tərəfindən dəstək olunur. Bu gün də elə bir ailədən də biri Biləsuvarın Zəhmədabad kəndindəyik. Zəhmədabad kəndində inşallah keçəcək. Bax, hələ ilk öncə evi göstəririk. Bax, bu ev az qalır uçmağa. Yəni, elə bir şəraitdə yaşayırlar ki, bu ev bu qışı, vallahi inanma, çıxmaz. Yəni, üstlərindən uçur. Tam içərdən də göstərəcək. Və bu evdə bir xala qalır, tək qalır. Bir şikəst uşaq var, qızının uşağıdır, belə deyim, və adlarını çəkmirəm. Yəni, o qalır, heç maddi imkanı yoxdur. Bunlara bir yeznəsi bir dəfə dəstək olub. Belə deyək ki, 1000 dənə kubikalıq verib. Bir də burada dedilər ki, kətdən deyəsən elə olub, kubikalıq verilib. İndi evin yeri zadı qazılıb, bu ailəyə dəstək lazımdır ki, balaca bir ev tikilsin. Kəndin köməyi ilə Biləsuvarın və nəinki tək Biləsuvarın, bütün Azərbaycanda Azərbaycanın sevən, şəhidin sevən, xəstəsini sevən, imkansız sevən insanların vasitəsindən kart hesab açılacaq, bunların özlərinin kartının hesabından dəstək olunacaq, bu ailəyə ev tikilsin. Balaca bir evdə olsa, bu xalamız rahat, sərbəst yaşasın. Ya irəli gedir və ətraflı çəkilir. Gedəyin irəli. Bax, ev bu vəziyyətdədir. Yəni, görünüşü, evin görünüşü var. Oradan görünüşü, heç bir vəziyyəti yoxdur. Ağır acınacaqlı vəziyyətdə yaşayırlar. Yəni, həqiqətən də vəziyyət çox elə bir vəziyyətdədir ki, yəni xalqından kömək istəyir ki, bu ev onun üstündən tutulmasın. Bax, yer qazlıq burada. Ətraflı gedib göstərək. Yaxından gətir. O, bura tərlə qazırıb, yeznəsi qısa olsun. Gəlib qazdırıb. İndi bu balaca bir ev tikilməlidir ki, bu ailə, yəni yenə deyirəm ki, ana tək qalır bir şikəst uşaqla. Ona görə ki, bu ailəyə dəstək olmağa vallah dəyər. Elə bir insanlar var, maddi cəhəti ev ilə güclüdür ki, deyir, yəni mən bir xeyir, sual iş görməkdən sarı kimlərə, kimə dəstək ola bilərəm. Bax, göz qabağındadır. Bizdən göstərmək, dəstək olmaq sizdəndir. Yəni, həqiqətən də gözümüz görə-görə ayırdığımız pulu elə bir yerə xərcləyək ki, onun suabında, onun xeyrində görməyi bizim, yəni, biz belə deyik də, bizdən əbədi dünyamız var. Dünyamızı dəyişəndə Allah kömək etsin. Ona görə də dediyim kimi, bax, evin tam içərdən göstərim. İçərdən çəkiş edin, bax. Gəl, hava elə içərdən gəlir. Gəl içəri. Elmas yesin. Fərqi yox, içilir. Hava salam mələkə. Necəsən? Bax, bu evdə dediyim kimi, bu xalamız tək qalır. Yəni, vəziyyəti çox gərgin haldadır, çox pis vəziyyətdə yaşayır, ağır acınacaqlı vəziyyətdə yaşayır. Xalanın heç bir yerdən gəliri yoxdur. Yəni, elə bir bu yaşda xalaya kömək eləməyə, vallah, inanıram. Həqiqətən də reallıqdır. İmkanım yoxdur mənim. Xalanla ətraflı danışacaq. Yəni, bugün deyirəm, o insanlarımız var, sahibkarlarımız var. Başqa ölkədə yaşamağına baxmayaraq, öz vətənində, belə deyim, qazandığı puldan belə ailələrə dəstək olan qardaşlarımız var. Yəni, elələrin də pulu var ki, deyir Allah, hara xərcləsəm bir suab iş görərəm. Bax, yenə deyirəm, çəkiliş bizdən, kömək sizdən. Bugün bax, belə nəniyə də dəstək olmağa dəyər. Ev az qalır uçmağa. Baba, çartdaqlar, yəni ətraflı çəkin, sərmləyirlər. Nənə, indi sən ətraflı danış, sən yəni bir yerdə işləmirsən. Bir yerdə işləmirəm. Pensiya alıramsa, onu da iynə dərmana verirəm. Nə qədər pensiya alsan ki? 300 manat pensiya alıram, onu da iynə dərmana verirəm. Hətta sənin yeməyin var, içməyin var. Hələ bir şikəst uşaq da var. Bir də şikəst uşağım var. Sonra heç ona baxım, ya ev aşır, etməm, evi neyliyim, köməyim yox. Mənə kömək eləyən yoxdur.
Sənin əsas məqsədin odur ki, sənə belə deyək də, yaşamağa, qalmağa Bir dənə ev olsun. balaca bir ev tikilsin xalq tərəfindən. Bəli, bəli. Yəni onu istəyirsən. Yəni Onu xalqımız istəyirəm. həqiqətən də belə deyim, Mən xalqımdan kömək istəyirəm. xalqımız dəstək olan xalqdır. 44 gün Vətən müharibəsində bir olub torpaq azad etmişik. Bu gün də inanıram, güvənirəm sizin kimi nənələrə, xalalara kömək olunacaq. Yəni bizim insanlar yəni həqiqətən real bir xalqdır. Baxır, görür, tanıyır və dəstək olmağı da bacarır. Mən inanıram, güvənirəm. Allah onlara var olsun deyirəm. Canları sağ eləsin. Kim kömək eləsə də Allah kömək eləsin. İnşallah hala belə deyim, mənim gözəl anam. Bax, indi hal-hazırda çəkiliş vasitəsindən canlıda da indi izləyənlər var. Yəni sizlərə dəstək olunacaq. Bizim bir xəstəmiz var, onu xəstəxanaya aparmalı yox sabah, sonra ondan qabaq bir veteran ev var ora. İnşallah sizə də kartuza ayıracaq, sizə də dəstək olunacaq. Bu gün çəkiliş elədik ki, o sizləri də görsünlər, tanısınlar, eləsinlər. Gəl ətraflı içərisində çək, o qaldığı yer görünsün də, bunlar bu vəziyyətdə yaşayır. Baba, elması yaxından çək qardır. Divarlar. Gəl buradan evi göstər, o partlaq yerə. Divarlar. O divarları göstər, necə partlayıb, necə. Yəni bu hal-hazırda bu o deməkdir ki, ömrü azdır bu evin. Gecə tezi uça bilər üstlərinə. Yəni hal-hazırda qarşısına var. Hara nənə? O da hava divar oradan. O divar buradan aralanıb. O göstər buradan. O göstər. Yəni hal-hazırda bu ev hər an uça bilər. Hər an. Oğlum da buralardır çək. Hər an uça bilər. Ona görə bu nəniyə dəstəyə ehtiyac var. Gözəl xalqımla, gözəl dəyərli mənim bu belə deyim, müsəlman xalqımla hansı ölkədə yaşamağına baxmayaraq belə insanların vasitəsindən xahiş edirəm sizdən. Bu nəniyə dəstək olalım. Balaca bir ev, kümə kimi də olsa, ev kimi də olsa tikəyin, təhvil verəyin. Bax 2000 daşı var. Ha, 2000 daşı var da 1000 dənə yeznəsi alıb verib, 1000 dənə də dedim kim alıb? Orada otaqda vardı. Mal heyvanın adıydı, yatağı idi. Ha. Onu söktü. Dəmirlərini satdınız, daş aldınız. Daş Ay sağ ol. Bax 2000-ə yaxın daşınız var. 2000'e yakın daşım var. İndi o hardasa nə daş çatmır, onu dəstək, bir də üstün yüngül var. Bir də buradan üzümü tuturam. Elə ustalar var, həqiqətən real elə ustalarımız da var ki, deyir ki, mən gələcəm, 5 gün mən iş görəcəm, 3 gün mən iş görəcəm, Allaha xatir. Elə ustalar da varsa, nədən nəyə dəstək olmağı bacaran varsa, xahiş edirəm, yorumda yazsınlar. Biz də bu xala üçün sizlərin vasitəsindən, biz vasitəçi olaq, siz də dəstək olun. Sizin etdiyiniz xeyirxalq işlərdən, suab işlərdən biz də bir 2% də olsa biz də o suabdan qazanaq. Yenə deyirəm, vallah bizim etdiyimiz işlər vasitəçilikdir. Allaha xatirdə, Allahdan qorxub bu işləri edirik və köpüyünə kimi yığılan pulu xəstəyə imkansıza çatdırırıq. Ondan 1 manat götürmədən təmənnasız xidmətlər deyik. Bizim səhifəmiz vırılsa da, nə bilim səhifəmiz nə də olsa da yenə də xeyri yoxdur. O yığılan pulu ev sahibinin özünə veririk. Sağ olun, var olun, təşəkkür edirəm. Allah sizləri var eləsin. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə şəfa, veteranlarımıza can sağlıq. Şəhid ailələrin qarşısında mən baş əyirəm. Nənə də dedi ki, inşallah xalqımdan kömək istəyirəm. Xalqımdan kömək istəyirəm. İnşallah nənə. Xəstə uşağım var, kömək istəyirəm. Özüm xəstəyəm. Mənim aldığım pensiyona çatmır. 3 manat məvacib alır, valla o 3 O da manat. iynə dərmana gedir. Var olasan nənə. İnşallah dəstək olunacaq. Çox sağ olun, təşəkkür edirik. Var olasın.